Salam, hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla qarşınızdayım. Gəlin baxaq görək 14 və 21 aprel tarixlərində bizi nə gözləyir, nə yenilik olacaq? Həftəmiz monoton mu keçəcək, yoxsa yeni bir şeylər mi olacaq? 3 variant olacaq hər zaman olduğu kimi. Videom sırf izləyicilərimə aiddir, kənar şəxslər izləməsin, çünki sizə enerji ötürmürəm. Yalnız izləyicilərimlə alma vermə tarazlığını qoruyaraq bir-birimizə enerji ötürürük. Birinci, ikinci və üçüncü dəstə. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa, onu da seçin. Üzerine hiçbir şey koymayacağım. Bəzən qoyacağım, bəzən qoymayacağım. Çünkü siz də kartlarla uyumlanmalısınız. Yəni siz hiss eləməlisiniz ki, hansı kartı seçməlisiniz. Məncə seçmisiniz. Gəlin baxaq. Birinci variantı seçənlər başlayaq görək. Üzümüzə gələn həftə həyatınızda nə kimi yenilik olacaq, yoxsa monoton mu keçəcək həftəmiz? Buna baxaq. Belə bir şey deyim, əgər danışdığınız bir insan yoxdursa, həyatınızda heç kim yoxdursa, bir bəy tərəfindən sevgi etirafı ala bilərsiniz. Yəni hansı bir oğlan sizə sevgisini etiraf eləyə bilər və yaxud da ki, sizə nəsə təklif eləyə bilər. Bu var, yəni bu olacaq. Əgər həyatınızda kimsə yoxdursa. Yox, əgər varsa, danışmırsınızsa, o insandan sizə bir addım gələcək, yəni addım atacaq. Amma o addımdan sonra yenə də həyatınızda, məsəl üçün, yenə necə problem yaşayırsınızsa, ki, dalaşmısınızsa, danışmırsınızsa, yəni problemin həll yolunu tapmayacaqsınız. Sadəcə olaraq nəsə bir təklif, nəsə bir mesaj, zəng, nəsə belə bir şey olacaq. Amma ondan sonra yenə əvvəlki vəziyyətinizə qayıdacaqsınız. İşdən xəbər gözləyənlərimiz varsa, iş təklifi gözləyənlərimiz varsa, iş təklifi gələcək, sadəcə sizin ürəyinizcə olmayan bir şey olacaq. Misal üçün sizə kimsə deyəcək ki, bir iş var, amma siz o işlə razılaşmayacaqsınız, belə bir şey də ola bilər. Və yaxud da ki, işləyirsinizsə, işdə biraz problem yaşaya bilərsiniz. Yəni, böyük bir şey deyil, şükür Allah, böyük bir şey. Sadəcə belə bir şey deyim ki, kiminsə nə bilim, sözü xoşunuza gəlməyə bilər, biraz narahatçılıq yaşaya bilərsiniz, belə bir şey. Yüngül bir şeylər yaşaya bilərsiniz. Kimləsə məsəl üçün konflikt yaşaya bilərsiniz. Böyük bir konflikt olmayacaq, amma məsəl üçün kiminsə sözü sizin xətrinizə dəyə bilər, sizə xoş olmaya bilər, belə bir şeylər yaşaya bilərsiniz. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Zəhmət olmasa bəyənin və keçin. İkinci variantı seçənlər, gəlin baxaq görək. Sizi nə gözləyir? Videonu tez paylaşacağım. Ayın 13'ü, 13 aprel bugün çəkirəm videonu. Akşam yox da gün orta saatlarında paylaşacağım. Aha. Belə bir şey deyim, həyatınızda su ünsürü bir insan varsa və ya da siz su ünsürüsünüzsə, yəni siz əgər su ünsürüsünüzsə, sevdiyiniz insandan təklif gözləyirsinizsə, hərəkət gözləyirsinizsə, onu gözləmək, siz ona qarşı addım atacaqsınız. Yox, qarşı tərəf əgər su ünsürüdürsə, ya sizi bloka atıb bu adam, ya nə bilim dalaşmısınız, bir-birinizə ağır sözlər demişsiniz. Yəni mən biraz sizi yəni aranızda danışığın keçmədiyini görürəm. Bu nə deməkdir? Yəni ya siz onu, ya da o sizi bloka atmısınız, əsəbləşib. Amma ikili zaman dilimində bu insanla sizə görüş düşür. Yəni görüşəcəksiniz. Başa düşdünüz? Bir də ki, belə bir şey deyim. Bir nəfər var ki, bilmirəm siz onun varlığından xəbərdarsınız ya yox. Sizlə belə deyim də, bir münasibət qurmaq istəyir, danışıq aranızda istəyir ki, bir münasibət olsun, bir danışıq olsun. Amma aranızda heç bir halda bir
Türklər demiş, iletişim yoxdur. Yəni sadəcə olaraq bəlkə də bir-birinizi uzaqdan görürsünüz. Amma bu insan sizə qarşı biraz xoşu gəlmək hissləri var. Ona görə istəyir ki, sizlə bir yerdə olsun. Əgər belə bir hallar yaşayırsınızsa, yəni siz daha yaxşı bilirsiniz ki, hansı vəziyyətdəsiniz və necə bir şeylər yaşayırsınız. İşdən təklif gözləyənlərimiz varsa, sizə su ünsürünün köməkliyi ilə bir iş təklifi gələcək. Birinci işi qəbul eləməyəcəksiniz, sonra sizə xoş gələcək və ya qəbul eləyəcəksiniz. Çünki birinci halda elə bir narazıçılıq kimi görürəm. Ondan sonra isə razılaşıb o işə getməyinizi görürəm, belə bir şey. Ola bilər ki, getmərsiniz. Sadəcə yolunuz açıq olacaq. Yəni yol açıqdır. Ora siz gedə bilərsiniz. Sadəcə birinci siz ola bilsin ya düşünəcəksiniz, ya istəməyəcəksiniz, ya biraz deyəcəksiniz ki, fikirləşim, nə bilim, kimlənsə danışım, götür qoy eləyim. Amma kiminsə köməkliyi vasitəsilə olan bir işdir bu. Belə izlədiyiniz üçün yenə deyirəm, hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Var olasınız. Yaxşı ki, varsınız. Üçüncü variantı seçənlər. Gəlin baxaq görək. Sizi nə gözləyir? Ailənizlə bağlı bir gözlənti içərisində görürəm. Siz nəsə gözləyirsiniz. Bir yerdə, yəni həm siz, həm ailəniz bir şeylər gözləyirsiniz. Əgər alqı-satqı işi ilə məşğulsunuzsa və yaxud da ki, sizin bir torpağınız varsa, evinizi satmaq istəyirsinizsə, maşınınızı satmaq istəyirsinizsə, bunun üzərində çox böyük bir nəfs var, yəni kiminsə nəfsi var və kimsə bunun olmasını istəmir. Bunu qoyaq bir kənara. Ailənizlə bir yerdə ola bilsin ki, harasa bir yığıncaq, harasa bir məclis, nə bilim, toplu bir şəkildə harasa gedə bilərsiniz. Ümumilikdə daha çox isə ailənizlə bağlı nəsə gözləyirsiniz. Yəni ya siz, ya ailəniz, yəni ya ikiniz bir yerdə nəsə gözlənti içərisindəsiniz ki, nəsə bir şey baş verməlidir. Siz daha yaxşı bilərsiniz bu nədir. Sevdiyiniz insan varsa, sevdiyiniz insan sizin ona addım atmağınızı gözləyir. Amma narahat olmayın. 7'li bir zamanda ola bilsin ki, bu izlədiyinizdən 7 saat sonra da ola bilər ki, bu insanın sizə qarşı addım olacaq. Belə deyim ki, sevdiyiniz insanla aranızda bir duyğusal bağ var. Yəni heç bir halda qopa bilmirsiniz. Doğmalıq hissləri var. Ola bilsin bu sizin yoldaşınızdır. İzləyənlərin bəzilərində bu yoldaş da ola bilər. Yəni yoldaşınız deyəcək, nişanlınız və yaxud da ki, çox doğma bildiyiniz bir insan, nə bilim, kəbinli yoldaşınız, nikahlı yoldaşınız ola bilər. Çünki aranızda bir duyğusal bağ görürəm mən. Əgər belə bir hallar yoxdursa, ya siz qərar verəcəksiniz evliliyə doğru getmək üçün. Çünki aranızda bir doğmalıq hissi görürəm. Yəni ya siz çoxdandan tanışsınız, ya da ki, aranızda o qədər belə güclü bağ var ki, bu doğmalıq hissinə gətirən bir şeydir. Başa düşürsünüz nə demək istədiyimi? İş yerindən təklif gözləyənlərimiz varsa, mən hələ də sizə addımdan çox gözləmə görürəm. Yəni gözləyəcəksiniz hələ də. Amma sizə, yəni mən sizin çox da pulsuz qaldığınızı da görmürəm. Ailə tərəfdən dəstək. Bəziləriniz də ola bilsin oxuyursunuz, yəni tələbəsiz və yaxud da ki, sizə ailədən nəsə kömək, dəstək gəlir. Belə bir şey. Bu qədər. İzlədiyiniz üçün sizə də təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Öpürəm sizi çoxlu. Özünüzə yaxşı baxın. Yaxşı ki, siz varsınız. Sağ olun.